Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində 3 sotun içərisində 3 otaq çıxdı satışa, 100 kvadratlıq ev. Şəxsi özləri üçün tikilmiş evdir, 68 min manata. 68 min manatdan ev sahibi özü endirim edəcək. Bax, gəlib oturacaq burada, özü ilə danışacaqsınız, endirimi özü edəcək. Mən sadəcə nəyi demək istəyirəm? Ev böyük evdir, çox yüksək keyfiyyətlə tikilmiş evdir. Kondisionerlər nə qədər qalır? Kuxna mebeli, kombi, radiator, hətta 2 dənə kondisioner var. Bunların ikisi də evin içərisində qalır. Qaz sayğacı, su sayğacı, işıq sayğacımız var. Kanalizasiyası mərkəzi kanalizasiyadır. Ev telefonuna qədər var. İnterneti də ki, məlum məsələdir, hər evdə internet olur. Yəni, bu sadaladığım bütün şeylər var. Torpağın kupçası ilə satılır, torpağın çıxarışı ilə. 3 sot torpaqda, indi həyəti də göstərəcəm axırda. Həyətdə nə qədər ağac var? 30-a yaxın həyətində ağac var. Fərqli meyvələrdir. Hamısı da bar verən ağaclardır. 68 min manata çox münasib qiymətdir. Qiymətində də narahat olmayın, yenə də endirim olunacaq. Bax, adi çəkilişimizi qonaq otağından başlamışam. Bütün otaqların aboylarına fikir verərsiniz. Çox bahalı, yüksək keyfiyyətli aboylardır, kətan aboylardan istifadə olunub. Burada bir dənə kondisioner qalacaq da. Bax, bu kondisioner evin içərisində qalacaq. Oradan da bəzi şeylər qalacaq. Bəzi əşyalar var. Hansı əşyaları istəsiniz, yenə saxlaya bilərlər. Çünki qardaş işlə əlaqədar Bakıya köçürlər. Bəzi əşyalar var. Elə siz hansına əlinizi uzatsınız, o əşyaları saxlaya bilərlər evin içərisində. İndi davam eləyək. Bax, gəldik, məsələn, bu yataq otağına. Bax, görürsünüz. Oradan baxın, qapıdan zəhmət olmasa gözləyin. Bax, bu yataq otağı neçə olar bura? 20 kvadrat. 20 kvadrat, 5-in 4-ə. 20 kvadratlıq yataq. Yəni, burada balaca ev yoxdur. Siz təsəvvür edin, 3 otaq 100 kvadrat. Bax, bunun da aboyları. Bu qardaş bunu baha alıb, bu aboyları indi daha da bahadır bu aboylar. Nəyə görə aboyları deyirəm? Çünki bu şəxsi özləri üçün tikilmiş evdir. Yəni, aboya bu qədər pul veribsə, qalan əşyalardan, aksesuarlardan hamısı yüksək keyfiyyətli avadanlıqlardan istifadə ediblər. Bu kondisioneri görürsünüz yataq otağında. Bu da qalacaq evin içərisində. Bu da evin içərisində qalmaq şərti ilə bu satılır. Bax belə, burada başqa nə qalacaq? Hə, buradakı əşyaların çoxunu götürəcəklər, kondisioner qalacaq. Demək, 2 kondisioner evin içərisində qalacaq. Bu da koridordur. Bir dənə oradan zəhmət olmasa göstərin. Koridoru görürsünüz. Bax belə, elə bir şey evimizdən daxil olduğu evin içərisinə koridor sistemidir. Bir-bir otaqları göstərirəm. Qonaq otağını göstərdim. Yataq otağını göstərdim. Keçək növbəti otağa. Bu da bir yataq otağı. Bu da elə yəqin ki 5-in 4-ü olar. Hə. Bax, bu da bir yataq otağıdır. Amma o arxasındakı qalacaq. Bu qalacaq. Bu komod qalacaq evin içərisində. Burada da bax görürsünüz, bu da qəşəng səliqəli evdir. Səliqəli təmir olunub. Bax, seksiya radiatorları da göstərirəm. Radiatoru, kombisi, mətbəx mebeli, təkrar edirəm. 68 min manata da qiymətində endirim olunacaq. Bir dənə bunun zəhmət olmasa qapını göstərək. Taxta qapıdır, baxın. Taxta qapıdır. Yəni, hal-hazırda evdə, ailə evin içərisində yaşayırsınız, gələndə ailəni görəcəksiniz. Qiyməti də özü ilə danışacaqsınız. 68 mindən endirim mütləq olunacaq. Hələ mətbəxə baxın. Mətbəxin genişliyini görürsünüz. Əsas xanımların istədiyi mətbəxin genişliyidir. Çünki işin çox hissəsi burada görülür. Bax, mətbəx mebelini görürsünüz, qalacaq evin içərisində. Burada nə qalacaq? Paltaryanı aparacaqsınız da. Hə, bu əşyalar da özlərinin aydınlan şeylərini götürəcək. Jalüz qalacaq. Radiatoru var. Hə, bunlar əşyalardır, öz əşyalarını götürəcəklər. Yəni, kuxna mebeli, kombi, radiator, 2 kondisioner. Bunlar sözsüz, şübhəsiz evin içərisində qalacaq. Əlavədən nəsə istəsiniz, ev sahibinin özü ilə danışarsınız, yenə evin içərisində saxlaya bilərlər. Mətbəxi də göstərdim sizə. Sanitar qovşağını da göstərək. Bax, bu da sanitar qovşağıdır, baxın. Hazır vəziyyətdədir, bax. Görürsünüz, bax, hazır vəziyyətdədir. Yaşayışa tam hazır. Bir dənə koridoru buradan da göstərin. Bax, oradan bəri fırlanın. Bax, bu da koridor. Yaxınlaşın zəhmət olmasa. Koridora qədər seksiya radiator qoyublar. Bu da bizim krişaya çıxmaq üçün yerimizdir. Bu da krişaya çıxmaq üçün yerimizdir. İndi evin içərisini tam demək olar ki, sizə izah elədim. İndi gedək çıxağın həyətə, bayırı sizə göstərim. Görək 30 ağac harada açılıb. Hörmətli izləyicilər, bu da həmən evimizin həyətidir. Çəkilişimizin indi həyətdən davam edirik ki, həyəti də görəsiniz. Bu nə ağacıdır? Lavrolis ağacıdır, hə? Bilirəm, lavrolis ağacıdır. Çox qəşəng həmişə yaşıl ağacdır. Sonra bunlar nə ağacıdır ümumiyyətlə? Tut ağacıdır, xartutdur, bəs bu? O da var. 2 dənə xartutdur, bəs bunlar nə ağacıdır? Bu gilasdır, orada da karaliyyə. Gilasdır, karaliyyə, bütün meyvə ağacları var da. Davam eləyək, bax, burada da ağacları görürsünüz. Bunlar nə ağaclardır belə? Bu əriki. Əri, Bu tut ağacıdır. tut ağacı, qara tut. Bəs bunlar? Bu armuddur. Armud, Bu ərcildir. aha, Bu da almadır. aha. Bu da şeydir. Bu nə ağacı? Qoz ağacı. Qoz ağacı.
Hə, yəni bax bağda Gilas ən başçısı olur. Sən nə var verir? ağcılar. Hə, ağ gilas, bu ağ gilas. Bəli, ağcılar. Həqiqətən bir dənə zəhmət olmasa göstərin. Həyətdə balaca 3 sortdur. Yəni 3 sortun içərisində olmayan meyvə yoxdur. Bütün meyvə ağacları var burada. İnşallah gələrsiniz, əlavə yerlərimiz var. Yenə istəsiniz əlavə ağaclar əkə bilərsiniz. Hə, yer çoxdur. Bax bir dənə buradan da həyəti göstərək. Bu bağı idi ümumi. Bağı göstərdiniz də. Bax burada bizim həyətimizdir. Bax hələ burada da ağaclar var. Bir dənə buranı göstərin. Bu cavalı ağacıdır, hə? Bəs bu? O gilas. Gilas, Gilanar, ağ gilas, ağ gilas. ağcılas, O ərik. ərik. Bütün meyvə ağacları var həyətdə. Həqiqətən möhtəşəm qiymətə. O da tut ağacı. Aha. Deməli 68.000 manata, 68.000 manata qiymətində endirim olunacaq. Bir dənə də evi göstərək, bax. Evimiz də neçə daş kürsülüdür? 5. 5 daş kürsülü evdir. 5 daş kürsülü evdir. Dəmir raşotkalarına kimi qoyulub, hazır vəziyyətdədir. Birdən bir dənə zəhmət olmasa göstərək evin girişini, bax. Yəni divardan baxıb birdən elə bilərsiniz yerlə bir deyil. Ha, bax 5 daş qalxırsan, 4 daş pilləkəndə, bir daş da, hə, bir daş da tam etdi. Bir dənə oradan buranı göstərin. Bax burada mərkəzi kanalizasiyadır, trapımız qoşulub. Trap qoşulub. İstəsiniz əlavə su da quraşdıra bilərsiniz. Bir dənə zəhmət olmasa yaxınlaşaq, evin 4 bir tərəfinə fırlanmaq olur. Hə? Hə, bax. Bax, evin 4 bir tərəfinə fırlanmaq olur. Bax belə. Bir dənə oradan da evi götürək, ümumi görsəsiniz, zəhmət olmasa gəlin bura. 68.000 manatadır. 68.000 manatadır. Qiymətindən narahat olmayın. Gəlin ev sahibi ilə danışın, endirim olunacaq. Bir dənə o setkanın yanına da çəkin. Evimizi ümumi göstərək. Bax bir dənə yaxınlaşdırın bura. Bax belə. Bax görürsünüz. Bax belə bir evdir. 3 sotun içərisində 3 otaqlı evdir. 100 kvadratlıq ev 68.000 manatadır. Həyətində olmayan meyvə ağacı yoxdur. Mütləq gəlin bu evə baxın. Allah alana da satana da xeyir versin. Sağ olun.